Pompeyə getmək, orada gəzmək, qədim xarabalıqları görmək deyil. Bu, 2000 əvvəl birdən dayanan bir saatın əqrəblərinə baxmaqdır. Pompey, zamanın dondurduğu və bizə son anlarını fısıldayan bir faciədir. Pompey qədim Roma dövründə bugünkü İtaliyanın cənub hissəsində yerləşirdi. Neapol şəhərinin şimal-şərqində təxminən 25 kilometr məsafədə idi. Şəhər Vezuv vulkanının cənub-şərq yamacında, dəniz səviyyəsindən 30 metr yüksəklikdə idi. Pompey Sarna çayına yaxın idi və qədim dövrdə bu çay Aralıq dənizinə axdığı üçün bu yerlər liman kimi istifadə olunurdu. Pompeyin dənizə yaxınlığı, çay yolu bağlantısı, vulkanik blokadanın mövcud olması, şəhərin kənd təsərrüfatı, ticarət və nəqliyyatı baxımından daha əlverişli edirdi. Bu üstünlük həm də böyük bir risk daşıyırdı. Vezuv vulkanının bir neçə kilometr məsafədə olması Pompeyi vulkanik hadisələrin təsiri dairəsinə salırdı. Napoli körfəzinin yaxınlığında yerləşən Vezuv yanardağı Pompey xalqı tərəfindən sıradan bir dağ kimi görünürdü. Yüzillərdir yuxuda olan dağ bölgə sakinləri üçün şübhə yaratmırdı. Vezuv yanardağının partlaması eramızdan əvvəl 79-cu ilin 24 avqustunda meydana gəldiyi göstərilir. Ancaq son zamanlarda bu tarix haqqında bəzi tədqiqatlar aparıldı. Son araşdırmalar fərqli zamanda gerçəkləşdiyini göstərir. 24 avqust tarixi partlamanı ilk əldən danışan gənc Pliniusun yazılarından gəlirdi. Yenə də tarixdə ilk açıqlamaların yeni sübutlarla dəyişə bildiyini görə bilərik. Son qazıntılarda tapılan qurumuş qida maddələri və geyimlərə baxıldıqda mövsümün avqust olmadığı bilinir. Başqa bir kəşfdə isə oktyabr, noyabra işarə edən bəzi yazılara rast gəlinir. Bu yeni tapıntılar zaman məsələsini yenidən dəyərləndirməyə gətirib çıxarır. Belə ki, qazıntılar içərisində payız meyvələrinin və qalın geyimlərin tapılması bölgədəki avqust ayının tipik iqlimi ilə uyğunlaşmaması və daha sərin bir havanın olmasına işarə edir. Əlavə olaraq, yenilənməkdə olan bir evin üzərindəki yazı oktyabr ayının ortalarında şəhərin hələ də aktiv olduğunu bildirir. Vezuv yanardağının eramızdan əvvəl 79-cu ildə dağıdıcı şəkildə partlaması və bu fəlakətin Pompey üzərindəki təsiri haqqında anlayışımızın böyük bir qismi gənc Pliniusun tarixçi Takitusa yazdığı məktublarda detallı şəkildə paylaşması nəticəsində günümüzə qədər gəlib çıxmışdı. Məktublara yanardağdan yüksələn, görünməmiş böyüklükdə bir buludu və partlayışın digər özünəməxsusluğunu yazırdı. Pliniusun yazılarında ortaya çıxan qarışıqlıq Kür buludunun günəşi qapatması ilə günorta saatlarında bölgəni örtən qaranlıq və insanların həyatda qalmaq üçün ətrafa qaça-qaçı ən incə detallarına qədər söylənilir. Eyni zamanda bütün antik şəhərin kül və ponza daşı altında qalması ilə əlaqədar tragik nəticə də daxil edilir. Əslində bu yazılarda bəlkə də ən təəccüb verən isə detallara verilən önəmdir. Günümüzdə Pliniusun yazıları hələ də Pompeyin dağıdıcı partlayışdan öncə necə göründüyünü anlamağımıza kömək edir. Gənc Plinius partlayış sırasında özü orada olmasa da, dayısı Romalı yazışı, filosof, donanma və ordu generalı, atası qədər sevdiyi yaşlı Plinius oradaydı. Əslində hər ikisi Neapolda olsalar da, partlayış baş verdikdə yaşlı Plinius Stabi bölgəsindəki yaxın dostunun kömək çağrısını rədd etmədi və donanması ilə gəmiyə minib Pompeyə doğru yol aldı. Nəticədə orada həyatını itirdi. 3 gün sonra onunla birlikdə gedib yarı yoldan dönən bir qrup şəxs onu tapdılar. Üzərində heç bir yara olmadığı, xroniki nəfəs darlığı nəticəsində həyatını itirdiyi məlum oldu.
Bütün bu məlumatlar Takitusun istəyi üzərinə 27 il sonra bölgədən qaçan şəxslərin dilindən qələmə alınmışdı. Partlayışdan öncəki Pompey sadəcə bir şəhər deyil, tam bir həyat tərzi, var dövlət, incə sənət, zövq və xüsusi həyatın hökm sürdüyü cənnət parçası idi. Pompeydə mədəni-ictimai həyat çox zəngin idi. Şəhərdə Yupiter, Apollon və digər tanrılara həsr olunmuş məbədləri əhatə edən forum, yəni əsas meydan yerləşirdi. Sakinlər istirahət edib ünsiyyət qurmaqları üçün ictimai hamamlar, termalar vardı. Şəhər həmçinin məhsuldar torpaqları ilə də tanınırdı. Sahələrdə üzüm, taxıl və meyvələr yetişdirilirdi. Vezuv dağının ətəklərindəki üzüm bağları xüsusi sayılırdı. Çünki buradakı üzümlərdən alınan şərab özünəməxsusluğu ilə seçilirdi. Bir çox varlı Romalılar Pompeydə villalar və şəhərdən kənar yay evləri tikdirmişdilər. Pompeylilər özləri və yaxşı abadlaşdırılmış şəhərləri ilə fəxr edirdilər. Burada zəngin aristokratlar və tacirlər, həmçinin sıravi sənətkarlar, kiçik dükan sahibləri, fəhlələr və qullar yaşayırdı. Keçmiş qullar, azad edilmiş kölələr, bəzən varlı və hörmətli şəhər sakinlərinə çevrilirdilər. Şəhərin küçələri müxtəlif təbəqələrdən olan insanların evləri ilə sıx tikilmişdi. Burada mərmər atrumlu və divar freskalarından dəbdəbəli imarətlərdən tutmuş, yaşayış yerləri ilə birləşdirilmiş sadə dükanlara və emalatxanalara qədər hər bir detal düşünülmüşdü. Pompey sakinlərinin gündəlik həyatına əyani sübut olaraq saxlanılmış dəyirman daşları, sobaları olan çörək bişirmə səxləri, hətta daşlaşmış çörək kökələri də tapılmışdı. Bütün yollar Romaya çıxır deyiminə baxsaq, buradakı yolların quruluşu, araba izləri, insanların ayaqları yağış və çirkab sularından çirklənməsin deyə keçid daşlarının hazırlanması, onların yollar çəkməkdə də nə qədər mahir olduqlarını görürük. Pompey çox hərəkətli bir Roma şəhəri idi. Gün ərzində buraya gəlib gedən, tacir və ticarətlə məşğul olanların sayı hədsiz olduğundan səyyar satıcılıq və küçədə yemək yemə mədəniyyəti inkişaf etmişdi. Buna misal olaraq günümüzə qədər yaxşı qorunub gəlmiş Termopolium kimi bilinən antik qəlyanaltı barını göstərmək olar. Günümüzün küçə stendlərinə bənzəyən Termopolium özəl mətbəxə gücü çatmayan və evdə yemək bişirməyəcək qədər məşğul olan Romalılar üçün şəhər yaşantısının ayrılmaz parçası idi. Arxeoloqlar qazıntılar zamanı buradakı qazanlardan ilbiz izləri və başqa bir neçə tipik Roma yeməkləri qalıntıları tapdılar. İlbiz Roma mətbəxində populyar yemək idi. Həmçinin balıq da Romalılar üçün önəmli qida mənbəyi idi. Bu piştaxtalarla bağlı başqa təəccüblü olan isə isti yeməkləri depolamaq və servis etmək üçün istifadə olunan piştaxtanın içərisinə yerləşdirilmiş dolya adlı böyük saxlama qablarının varlığıdır. Bu sistem yeməkləri müştərilərə sürətli şəkildə təqdim etməkdən ibarət idi. Buna əsaslanaraq demək olar ki, texniki olaraq fast foodun Pompeydə kəşf olunduğunu demək olar. Qidalanmaları əsasən meyvə, tərəvəz, taxıllardan ibarət olduğu üçün dişlərində günümüzdəki kimi diş xəstəliklərindən əsər yox idi. Pompeyin havası, bölgənin vulkanik strukturu yüksək miqdarda florur tərkibli idi. Bu da diş minasını qorumaqda onlara kömək edirdi. Bu səbəbdən araşdırmalar zamanı dişlərindəki sağlam görüntü üzə çıxmışdır. Bu zənginlik, lüks yaşam tərzi, istəklərin əlçatanlığı, çirkin görüntü və pozğun duyğuları bərabərində gətirsə də, Romada bu kimi hadisələr normal qarşılanır, açıq-saçıqlığın göz önündə yaşanmasına gətirib çıxarırdı. Amerikalı bir alimin dediyi kimi, Romalılar xalqını əyləndirərək və doydularaq idarə edirdilər. Pompey bunun ən gözəl nümunəsi idi. Roma tarixindəki ən qədim amfiteatr burada idi. Kolezyumdan 160 il əvvəl tikilmiş, mükəmməl şəkildə günümüzə qədər gəlib çıxmışdı. Hətta 1971-ci ildə burada
Pink Floyd möhtəşəm konsert proqramı ilə çıxış etmişdi. Romanın ən qədim daş amfiteatrlarından biri hesab olunurdu. Bu arenada möhtəşəm qladiator döyüşləri, vəhşi heyvanların qovulması və atletik yarışlar təşkil edilirdi. Bu cür ictimai tədbirlər dövlət tərəfindən maliyyələşir, hər təbəqədən insanın burada iştirak etməyi daha da asanlaşırdı. Pompeyin məhv olması nə qədər dəhşətli olsa da, gələcək nəsillər üçün əvəzsiz bir hədiyyəyə çevrildi. Kül təbəqəsinin altında hər şey konservasiya olundu. Əsrlər sonra bu zaman kapsulu öz saatını gözlədi. Kül altında qalanlar bütün bəşəriyyətin sərvətinə çevrildi. Pompey bizə tarixi yaddaşı qorumağın nə qədər vacib olduğunu öyrədir. Bu antik kənd bizə qədim dövrün sadə insanlarının birbaşa səslənişidir. Heç bir başqa abidə qədim dünyanın gündəlik həyatı haqqında bu qədər dolğun təsəvvür vermir. Elə bu səbəbdəndir ki, müasir arxeologiyaya keçid dövrü tam da Pompeyin öyrənilməsinə təsadüf edir. İlk kəşf 1599-cu il İtalyan memar Domenico Fontana tərəfindən su kanalları çəkilişi zamanı qədim freskalara rast gəldi, lakin tapıntının əhəmiyyəti qiymətləndirilmədi. Sonra 1748-ci ildə Neapol kralı 2. Karl Bourbonun əmri ilə ilk sistemli qazıntılar başlandı. 1763-cü ildə Pompey adının olduğu yazı aşkarlandı və burada əfsanəvi şəhərin olduğu təsdiqləndi. Ən son 1860-cı il İtalyan arxeoloq Giuseppe Fiorelli qazıntılara rəhbərlik etdi. Elmi fəaliyyətinə qədim numizmatika elminin öyrənilməsi ilə başlayır. Numizmatika sikkə və pulları toplayan, onların dəyərini, nadirliyini və tarixini araşdıran kolleksiyaçıdır. Qazıntılara 1863-1875-ci illərə qədər davam edən Fiorelli tədqiqatı elmi metodologiya tətbiq etdi. Bu uğurlu yol hətta onun İtaliya Senatı və İtaliya muzeyləri və qazıntılarının direktoru təyin olunmasına qədər uzandı. Numizmat təcrübəsi Giuseppeni yeni fikrə yönəltdi. Pul qəlbə almaqda təcrübəli olan Fiorelli ölmüş bədənlərin boşluqda qalan hissəsinə xırda dəliklər açıb, Paris gipsini tökərək bədənləri oradan bütöv şəkildə çıxarmağı təklif etdi. Nəzərinizə çatdırım ki, üzərlərinə kül və daş tökülən insanların bədənləri orada çürümüş, ancaq formasını itirməmişdi. Bu üsulla onlar 120-130 arası insan bədəni çıxarmışdı. Bu cür qəlibli çıxarış əsasında onların hansı növ geyim geyindiklərindən tutmuş, üzlərindəki emosiyalara qədər hər bir nüans günümüzə qədər gəlib çıxmışdı. Paris gipsindən istifadənin ən başlıca səbəbi yanmaz, normal gipsdən daha tez quruyan və daha yüngül olmasıdır. Heykəllərə nəzər salsaq, əllərinin boksör yumruğu kimi olduğunu görərik. Bu da onların nə dərəcədə şiddətli istiliyə məruz qalaraq öldüklərini göstərir. Üzlərindəki ifadələrdə isə çarəsizlik və təslimiyyət öz əksini tapır. Qaçaqlar bağçası adlanan yerdə insanların son taqəti ilə qalxmaq istədikləri, digərlərinin ceyn pozisiyasında çarəsiz qıvrılmaqları açıq görünür. Bir itin yiyəsi tərəfindən bağlandığına görə qaça bilməməsi, yüksək dərəcədə istiliyə məruz qalmaması və bükülməsi görünür. Bir digəri oturaraq əlləri ilə ağzını bağlanmış şəkildə öldüyü görüntüsüdür. Bu cür görüntülər anlıq ölümün gəlməyinə işarədir. Təxminən günorta saat 1-də Vezuvun zirvəsində qeyri-adi buluta bənzər tüstü sütunu göründü. Gənc Pliniusun uzaqdan müşahidəsinə görə bu sütun əvvəlcə şaqlı yuxarı qalxan, sonra yanlara yayılan İtaliya şam ağacını xatırladırdı. Günortadan axşam saatlarına qədər vulkan atmosferə nəhəng miqdarda kül və ponza daşı atdı. İlk saatlarda təhlükəni hiss edib şəhərdən qaçanlar Neapola doğru hərəkət etdilər. Qalanlar isə hadisəni müvəqqəti zənn edib əksəriyyəti var dövləti
tərk etmək istəməyən zənginlər idi. Vezuvi tektonik plitələrin qovuşuğundan əmələ gəlmiş kampaniya vulkanik qövsün bir hissəsi olan stratovulkandır. Bugün o, kontinental Avropanın yeganə aktiv vulkanı kimi tanınır. Püskürmədən əvvəl vulkan əsrlər boyu yatmışdı. 79-cu il ərzində yeraltı təkanlar qeyd olunurdu. Fəlakətli püskürmədən 4 gün əvvəl ətrafda kiçik zəlzələlər baş verirdi. Lakin sakinlər narahat olmurdular. 24 oktyabr 79-cu il Vezuv nəhəng bir qüvvə ilə partladı. Bir saniyədə boğazdan 1,5 milyon tona qədər material qopurdu və atılan sütunun hündürlüyü təxminən 30-33 kilometrə çatırdı. Müqayisə üçün deyim ki, vulkanın buraxdığı enerji Hiroşimanı dağıdan atom bombasının enerjisindən 10.000 dəfə daha çox idi. Qurbanlarının dəqiq sayı məlum deyil. Bu günə qədər Pompeya ərazisinin 40%-i üzə çıxarılıb. Hələ də günümüzdə yüksək məbləğlər tələb edən araşdırma və qazıntılar aparılır. Pompeyin 2000-ə yaxın sakininin püskürmənin birbaşa qurbanları olduğu təxmin edilir. İlkin partlayışda yağan kül və ponza daşı dağın ətəklərindəki şəhərə yağış kimi yağmağa başladı. İlk qızmar daşlar və kül günortadan qısa müddət sonra Pompeyin də üzərinə tökülməyə başladı. Səma sürətlə qaralır, hər tərəf boz rəng alırdı. İsti çınqıl daşlar kirəmitli damların üzərinə tökülürdü. Damlar ağırlığa dözməyib, istidən, küldən, daşlardan qaçıb evlərə sığınan insanların üzərinə çökürdü. Artıq çaxnaşmaya düşən şəhəri tərk etməyən digər insanlar qaçmağa çalışırdı. Gecə yarısına yaxın vulkan sükutunu və sabitliyini itirməyə başladı. Yamaclar boyu piroplastik axıntılar, yəni yüzlərlə kilometr sürətlə hərəkət edən qızmar qaz kül buludları axdı. Bu axın vulkana daha yaxın olan Herkülanium şəhərini örtdü və onu yer üzündən sildi. Gecə saatlarında 300 dərəcə Selsiyə qədər temperatura malik olan odlu qaz küçələrə daxil oldu və şəhərdə qalan hər kəsi bir neçə dəqiqə ərzində boğdu. Bu istilik üzdən deyil, nəfəs alarkən daxilə gedən şiddətli yanmanı, mikrodalğalı soba kimi daxilə gedən istidən bişməni xatırladırdı. Bu artıq son zərbə fəlakəti idi. Bu yanmada ani istilik şoku səbəbindən əzələlər yığılır, insanlar demək olar ki, dərhal ölürdülər. Qurbanların xarakterik pozaları, kadavrik spazma effekti bununla izah olunur. Başqa sözlə desək, çoxları üçün ölüm o qədər sürətli baş vermişdi ki, uzun müddət əzab çəkməyə belə imkan tapmamışdı. Səhərə yaxın güclü piroplastik dalğa artıq Pompeyi 20 metr dərinlikdə küllə örtdü. Pompey varlığını dayandırdı. Növbəti gün səma aydınlaşanda çiçəklənən şəhərin yerində cansız kül düzənliyi qalmışdı. Bugün Pompeyin xarabalıqları bütün dünyadan turistlərin və alimlərin ziyarət yeridir. Pompey haqqında cillərlə kitab oxumuş, Roma haqqında ən nadir biliklərə yiyələnmək istəsəz, türk araşdırmaçı yazar, tur rəhbəri Göksəl Göksoyun Pompeyi, bir Roma şəhərində yaşam və ölüm kitabını nəzər sala bilərsiniz. Qədim Pompeylilərin məskunlaşdığı daşlara toxunmaq, divarlardakı 2000-lik yazıları oxumaq İtaliyaya səyahət etməklə mümkündür. Pompey öz ölümünü yaşadı ki, bizə öz həyatı haqqında 2000 il sonra danışsın. Videonu bəyəndinizsə, abunə olmağı unutmayın. Salamat qalın.